Salam əziz izləyicilər, bugünkü mövzumuz bədbəxtlik gəmisi Mary Celeste. Mary Celeste 19-cu əsr dənizçilik tarixinə sənədlər təsdiqlənmiş, lakin səbəbi bu günə qədər qəti şəkildə müəyyən olunmamış ən məşhur hadisələrdən biridir. Gəmi 1861-ci ildə Spencer Island ərazisində Joshua Davis tərəfindən inşa edilmişdi və ilk olaraq Amazon adı ilə suya buraxılmışdı. Onun uzunluğu təxminən 99 fut, 30,2 metr, eni 25 fut, 7,6 metr, dərinliyi 11 fut, 3,4 metr idi və 282 gross register ton tutma malik idi. Bu ölçülər həmin dövrün orta həcmli Atlantik ticarət briqantinləri üçün tipik hesab olunurdu. İlk kapitanı Robert McClellan idi. O ilk səfər zamanı xəstələnmiş və qısa müddət sonra vəfat etmişdi. Növbəti illərdə gəmi bir neçə qəza ilə üzləşmiş, 1867-ci ildə Cape Breton Iceland yaxınlığında quruya oturmuş və ciddi zədələnmişdi. Daha sonra xilasedicilərə bərpa olunmuş, 1868-ci ildə Amerikalı sahibkar Richard Hines tərəfindən alınmış, struktur dəyişiklikləri aparılmış və adı Mary Celeste olaraq dəyişdirilmişdi. Bu məlumatlar Lloyd's Register və dövrün dəniz reyestrlərinə təsdiqlənmişdi. 7 noyabr 1872-ci ildə gəmi New York City limanından Genoa istiqamətinə yola düşmüşdü. Kapitan Benjamin Spooner Briggs təcrübəli və dindar bir dənizçi kimi tanınırdı. O əvvəllər bir neçə uğurlu Atlantik səfəri həyata keçirmişdi. Onun həyat yoldaşı Sarah Briggs və 2 yaşlı qızı Sofia da bu səfərdə onunla birlikdə idi. Heyət üzvləri seçilmiş, təcrübəli və intizamlı dənizçilər idi. Gəmidə 1700 barel denaturasiya olunmuş sənaye spirti daşınırdı. Bu yük partlayıcı deyil, lakin yüksək buxarlama qabiliyyətinə malik idi. Yük sənədləri və liman çıxış qeydləri bu faktı təsdiqləyir. 25 noyabr 1872-ci il tarixli son gəmi gündəliyində kapitan Briggs gəminin Azor adalarına yaxın mövqedə olduğunu qeyd etmişdi. Hava şəraitinin qeydlərində ciddi fırtına və ya fövqəladə vəziyyət göstərilməmişdi. Bu gündəlik qeydi Mary Celeste ilə bağlı son rəsmi sənəd hesab olunur. Bundan təxminən 10 gün sonra 4 dekabr 1872-ci ildə Britaniya briqantini Dei Gratia kapitan David Morehouse tərəfindən idarə edilərkən Atlantik okeanında istiqamətsiz üzən Mary Celeste-ni aşkar etmişdi. Gəmi Azor adalarından təxminən 400 dəniz mili şərqdə idi. Göyərtəyə çıxıldıqda gəminin tamamilə tərk edildiyi müəyyən olunmuşdu. Aşkar olunan vəziyyət rəsmi istintaq sənədlərində ətraflı təsvir edilmişdi. Gəmidə hər hansı bir zorakılıq və mübarizə izi yox idi. Ərzaq və içməli su ehtiyatı kifayət qədər idi. Heyətin şəxsi əşyaları, o cümlədən kapitanın sənədləri və bəzi navigasiya kitabları yerində qalmışdı. Yükün böyük səsi toxunulmamışdı. Lakin sonradan aparılan araşdırmada məlum olmuşdu ki, 1701 bareldən 9-u boş idi. Həmin barellərin qırmızı palıd ağacından hazırlandığı və digər barellərdən fərqli olaraq sızmaya daha meyilli olduğu bildirilmişdi. Gəminin alt anbarına təxminən 1 metrə yaxın su toplanmışdı. Bu miqdar Atlantik səyahətində təhlükəli hesab olunmurdu. Lakin su ölçmə cihazı ilə bağlı mühüm səhv oxunuş panika yarada bilərdi. Xilasedici qayıq yerində deyildi və bəzi navigasiya alətləri, o cümlədən sekstant və xronometr də yox idi. Bu fakt heyətin gəmini könüllü şəkildə tərk etdiyini göstərən əsas sübutlardan biri kimi qiymətləndirilir. Mary Celeste Gibraltar ərazisindən daxil olmuş və burada 1873-cü ilin əvvəlində rəsmi istintaq keçirilmişdi. İstintaqa baş prokuror Frederick Solly Flood rəhbərlik etmişdi. O ilkin mərhələdə quldurluq və ya qəsdən cinayət ehtimalını araşdırmış, lakin gəmidə qan izi, zorakılıq əlaməti və ya mübarizə dəlili tapılmamışdı. Dei Gratia heyətinin iştirak etdiyi hər hansı cinayət də sübut olunmamışdı. Məhkəmə sənədlər göstərir ki, istintaq nəticəsinə qəti səbəb müəyyən edilməmiş və hadisə izahsız tərk edilmə kimi qiymətləndirilmişdi. Elmi izah cəhətlərindən biri 2006-cı ildə kimyaçı Andrea Sella tərəfindən aparılmışdı. O, sənaye spirti buxarının partlayış effekti yarada biləcəyini, lakin alov izi qoymaya biləcəyini eksperimental modeldə nümayiş etdirmişdi. Bu modelə görə ani təzyiq dalğası göyərtədə səs və zərbə effekti yaradaraq heyəti partlayış təhlükəsi olduğuna inandıra bilərdi. Belə bir vəziyyətdə kapitan müvəqqəti olaraq gəmini tərk edib, qayıqda təhlükəsiz məsafədə gözləməyə qərar ala bilərdi. Lakin hava və ya dalğa şəraiti qayığın gəmidən ayrılmasına və geri dönməməsinə səbəb olmuş ola bilər. Bu nəzəriyyə faktlara uyğun hesab edilsə də, birbaşa sübut mövcud deyil. Digər rasional izahlar arasında dəniz titrəməsi, yəni sualtı seismik aktivliyin yaratdığı qəfil dalğa və ya atmosfer təzyiqində dəyişikliklər nəticəsində yaranan qeyri-adi səs hadisələr göstərilmişdi. Bununla belə, həmin tarixdə Azor bölgəsində böyük seismik hadisə qeydə alınmamışdı. Psixoloji faktor da nəzərə alınır.
Uzun səyahət, ailənin gəmidə olması və təhlükəli yük kapitanın ehtiyatlı qərar verməsinə təsir göstərə bilərdi. Mary Celeste sonradan yenidən kommersiya səfərlərinə çıxmışdı. 1885-ci ildə kapitan Gilman Parker tərəfindən sığorta fırıldağı məqsədi ilə Haiti sahillərinə qəsdən qayalara oturulmuşdu. Araşdırma zamanı saxta yük sənədləri aşkar edilmiş və plan ifşa olunmuşdu. Gəmi yararsız vəziyyətə düşmüş və faktiki olaraq istismardan çıxmışdı. Mary Celeste hadisəsinin əhəmiyyəti ondandır ki, bu, sənədləşdirilmiş faktlara əsaslanan, lakin son nəticəsi məlum olmayan real bir hadisədir. 1872-ci ildə 10 nəfər, kapitan, ailəsi və 7 dənizçi izsiz şəkildə yox olmuşdu. Nə cəsəd, nə xilas edici qalıb, nə də rəsmi sonluq tapılmışdı. Hadisənin qorxulu görünməsi onun mistik olmasından deyil, insan ağlının boşluğu doldura bilməməsinə irəli gəlir. Fakt budur ki, gəmi üzürdü, təchizatı var idi, yükü yerində idi və hər hansı bir zorakılıq izi yox idi. Bu isə dəniz tarixində nadir və qeyri-adi haldır. Mövzuyla bağlı öz fikirlərinizi şərhlərdə bildirə bilərsiniz. Növbəti videolarda görüşənədək.